وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyyə ba'də əmmə ba'd. Selamu aleykum və rahmetullahi və barakatuh. Biz deməli İmam Buxarinin rahimehullahın səhih əsərin, hədis toplumun oxumaqda davam edirik. 4-cü kitabdayıq, Kitabul Vudu. Deməli 4-cü kitab, Kitabul Vudu 75 bab olmalıdır. Biz 65-ci babdayıq fəsildə. 65-ci fəsildə şeyx buyurur ki, bəb İdə qasələl cənabətə əv qayrəhə fələm yəzhəb ətəru. Yəni, Şeyx Rahimullah burada deyir ki, əgər birdən nəsə paltarında ləkə olsa cənabətdən və ya nədənsə, yuyandan sonra əsəri qalsa, yeri qalsa. Yəni, elə bir ki, Şeyx Rahimullah deyir ki, onun hökmü. Yəni, demək istəyir ki, zərər olmaz. Əsas odur ki, özü gedib. Amma yeri qalıbsa eyb etməz. Yəni, onu demək istəyir. Və şeyx burada 231-ci hədisdə deyir ki, Həddəsənə Musa ibn İsmail əl-Minqari, qalə həddəsənə Abdülvahid, qalə həddəsənə Amr ibn Meymun, qalə səmiyyətu Süleyman ibn Yasar fi-thawbi tusibuhu əl-cənəbə fəqal, qalət Aişə radiyallahu anhə kuntu əxsiluhu min thawbi Rasulillahi sallallahu aleyhi ve sellem thumma yaxrucu ilə salah və əsərul qasli fihi buqa'ul əl-mə. Yəni, Ayşə radiyallahu müminlərin anası deyir ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellem paltarın, o batan yerin paltarında yuyurdum və o hələ namaza gedirdi və onun əsəri, yəni yeri, hətta qalırdı, bilinirdi, amma yuyulmuşdu. Yəni, burada təbii ki, yəni demək istəyir ki, məsələn, məni hətta qalıbsa məni, o məni nəcis deyil ki, yuyulsun, sadəcə təmizlik baxımından. Təmizlik baxımından yolu. O demək deyil, nə yuyulur, nəcisdir. O demək deyil. Sadəcə burada deyir ki, yəni bildirmək istəyir ki, əgər bir yan batsa və ləkəsi qalsa sonra da eyb etməz. Yəni, o əhli halda elə paltarda namaz qılmaq olar. Sonra Şeyx Rahimullah burada həmən fəsildə, 65-ci fəsildə 2-ci hədisi qeyd edir, 232-ci hədis. Deyir ki, həddəsənə Amr ibn Xalid. Amr ibn Xalid 229-da vəfat edib. Qalə həddəsənə Zuheyr 173-də. Qalə Amr ibn Meymun ibn Məhran ən Süleyman ibn Yasar ən Aişətə ənəhə kənət təxsilul məniyyə min thawbi Rasulun Nəbi sallallahu aleyhi ve sellem thumma arahu fi buqa'atan o buqa'a. Yəni, həmçinin ona oxşar rivayətdir. Deyir, Ayşə radiyallahu anhə paltarın yuyardı, o batan yeri, sahabi deyir ki, o yeri görsənirdi, bilinirdi, əsəri, təsiri. Lakin hələ namaz qılırdı Peyğəmbər sallallahu aleyhi ve sellem. Sonra burada deməli Şeyx Rahimullah 66-cı babda fəsildə buyurur ki, Əbvalil ibli və dəvabbi vəl qənəmi və marabidihə. Yəni, dəvələrin, mal və sair kimi heyvanların, qoyunların sidiyi barədə və onların yatdığı yer barədə. Yəni, Şeyx Rahimullah demək istəyir ki, İmam Buxari, yəni onların hökmü. Düzdür, bu barədə alimlər ixtilaf ediblər. Ümumiyyətlə, əti yeyilən heyvanların sidiyi təmizdir, yoxsa yox. Bu məsələdə ixtilafdır. Yəni, təmiz deyənlər də var. Təmiz, yəni, o deməkdir ki, nəcis deyil. Yəni, o yerlərdə namaz qıla bilərsən. O mənada. Və hətta İbn-i Teymiyyə Rahimullah deyir ki, əti yeyilən heyvanların sidiyi təmizdir, lakin şeyx ictihad edib. Çünki başqa rəy var ki, nəcisdir o da. O da natəmizdir. Hətta Şeyxülislam Məcmu Fətavidə 11-ci cilddə təxminən 50 səhifə ayrı bu məsələyə. 50 səhifə. Orada qeyd edir ki, bəs o heyvanların sidikləri təmizdir. Lakin səhih budur ki, yox. Səhih budur ki, yox, inşallah. Sadəcə Şeyxülislam, nə ki İbn-i Teymiyyə, bəzi alimlər deyib onu. Və marabidihə, yəni onların yatağında namaz qılmaq. Hətta İmam Şafii deyir ki, qılmaq olar, nəsə atıb qılmaq. Amma gəlməyib o arada dəlil. Gəlməyib. Burada deməli, deyir ki, وَصَلَّ أَبُو مُوسَى فِي دَارِ الْبَرِيدِ وَالسُّرْقَيْنِ وَالْبَرِيَّةُ إِلَى جَنْبِهِ فَقَالَ هَا هُنَا وَثَمَّ سَوَى. Əbu Musa'dan deyir ki, Əbu Musa elə yerlərdə qılıb və sonra göstərir ki, buranın çöl eynidir hökmdə. Yəni, namaz qılmaq olar.
Yəni o heyvanların yatan yerində. Burada 233-cü hədisdə deyir ki, həddəsənə Süleyman ibn Harb. Süleyman ibn Harb hicrətin 224-cü ilində vəfat edir. Qalə həddəsənə Hammad ibn Zeyd ən Əyyub. Əyyub burada Səxtiyani hicrətin 131-ci ilində vəfat edib. Əbi Qulabə hicrətin 104-cü ilində vəfat edib. Ən Ənəs qalə qadimə unasun min ukul əv urinə fəçtəvu əl-Mədinə fəəmərəhum nəbi sallallahu aleyhi ve sellem biliqah أن يشربوا من أبوالها وألبانها فانطلقوا فلما صحوا قاتلوا راعي النبي صلى الله عليه وسلم واستاقوا النعم فجاء الخبر في أول النهار فبعث في آثارهم فلما ارتفع النهار جيء بهم فأمر بقطع أيديهم وأرجلهم وسمرت أعينهم وألقوا في الحرة يستسقون فلا يسقون. Burada bu hədisdə İmam Buxari bir hədis gətirib burada. Deməli, deyir ki, Ənəs bir dəstə gəldi başqa bir yerdən. Bunlar xəstə idilər. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, girməyin Mədinəyə. Çünki keçici xəstəlikdir, Mədinəni xəstələndirəcəklər. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, gedin filan yerdə filan keç var, çoban. Onun orada heyvanları var, dəvələri. Onların, o heyvanların sidiyindən üçün və südündən üçün bir müddət. Hətta müalicə kimi də. Bunlar gedirlər, otururlar o çobanın yanında, başlayırlar sidini içməyə və südünü içməyə dəvənin və bir neçə gündən sonra bunlar yaxşı olurlar. Bunlar gedir bu xəstəlik. Bunlar nə edirlər? Bu çobanı tuturlar, bu çobanı kəsirlər əl qolunu, gözlərini çıxardırlar, dəvələri götürüb aparırlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəstə göndərir ki, onları tutun gətirin. Gətirirlər. Əmr edir, necə onları öldürüb, o çobanı bunlar. O cürdə bunları cəzalandırsınlar. Əllərini kəsirlər, gözlərini çıxardırlar. Aparıb bunları Mədinədən qıraqda bir dənə yer var. Hətta təyyarədən düşəndə o yer görsənir. Orada zəlzələ vulkan olmuşdu. Qara yerdir belə, daşdıq. Mədinədə təyyarədə düşəndə o yer görsənir. Onları tərk edirlər orada. Cəmaatdan başlayırlar su içməyə, su istəyirlər, heç kəs də vermir. O çobanı necə öldürürlər? Onları hələ cəzalandırırlar. Bu hədis dəlildir ki, bir neçə adam, bir nəfəri öldürsə, onlar hamısı öldürülür. Bu hədis dəlildir. Və yəni, burada Şeyx Rahimullah gətirmək istəyir ki, yəni orada Peyğəmbər sallallahu aleyhi ve sellem ki, dəvənin sidiyini içsinlər. Dəvənin sidiyini içsinlər. Təbii ki, bu əgər ciddi nəsə olsa. Amma südü bir müşkül məsələ yoxdur. Hətta dəvənin südü ləzzətlidir. Mən düzü içməmişdim Mədinədə olan vaxtı, içmədim. Sonra elə oldu ki, Qazaxıstanda içdim. Mənə qardaşlar verdilər Almatıda. Xoşum gəldi. Dəvənin südü çox dadlıdır. İnşallah bir fürsət olsa üçün xoşunuza gələr inşallah. Deməli, burada yəni demək istəyir ki, Əbu Musa deyir ki, yəni namaz qılmaq olan yerində olar. Aydındır. Sonra Şeyx burada rahimehullah, İmam Buxari həmin babda 234-cü hədisi gətirir. Deyir, həddəsənə Ədəm. Həddəsənə Ədəm hicrətin 220-ci ilində vəfat edib. Qalə həddəsənə Şöbə, qalə əxbarana Əbu Təyyah, Yezid ibn Hümeyd, ən Ənəs, qalə kənən Nəbi sallallahu aleyhi ve sellem yusalli qablə ən yubnəl məscid fi marabidil qənəm. Məscid tikilməmişdən qabaq Ənəs deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem qoyunlar saxlanan yeri yox idi. Orada namaz qılıb. Bunu göstərir ki, oralar təmiz sayılır. Yəni namaz qılmaq olar. Sonra burada rahimehullah 67-ci babda fəsildə buyurur ki, Bəbu mə yəqa'u minən nəcəsəti fissəmni vəl-mə'i. Yəni söhbət gedir ki, əgər yağa, suya nəcis düşsə, yəni onun hökmü nədir? Yəni onu demək istəyir. Rahimehullah. Burada deyir ki, qalə Zuhri lə bəsə bil-mə'i mə ləm yuğayyiru ta'mun əv reyxun əv ləvun. Və qalə Hammad lə bəsə bil-işi əl-meytə. Və qalə Zuhri fi idamil mawta min nəhvəl fil və qeyri. Ədrəktu nəsən min sələf əl-uləmə yəmdişunə bihə yəddəhinunə fiyhə lə yarunə bihi bəsə. Qalə İbn Sirin və İbrahim və lə bəsə bihticərətil hac. Deməli, burada rahimehullah İmam Buxari birinci rivayətlər gətirir.
ki Zuhridən və s. Yəni, əgər suyun iyi, rəngi, dadı dəyişməyibsə, hətta nəcis düşsə, o su təmizdir. Lakin sualından belə, sözündən belə görsə ki, fərqi yoxdur, az ya çox. Və sonra deyiblər ki, məsələn, quşun məsələn, tükü düşsə və ya ölmüş heyvanın sümüyü düşsə, hətta bəzi alimlər məsələn, necə şeyx deyir, İbn Sirin deyir ki, fələ bəhsə bi ticarətil hac. Yəni, ölü heyvanların sümüklərini istifadə etməkdən danışır, deyir, filin dişlərini satmaq olar. Filin dişlərini. Çünki deyir, ondan o vaxtı bəzən daraqzad edirdilər filin sümüyündən. Daraqzad edirlər, istifadə edirlər sümüyü. Tayyib. Lakin səhih budur ki, necə gəlib hədisdə, su əgər iki güllü olsa, ora nə düşdü, o su təmizdir. Ən az 2 güllədir. Bir güllə nə qədərdir? 250 litr. Yəni, su əgər 500 litr olsa, ora nə düşsə, o su mundar salim olardı. Sən görmürsən, məsələn, dəniz. Belə baxanda bütün şəhər, zat, hamısı kanalizasiyası ora gedir. Sən sual verə bilərsən ki, bəs nəcisdir yox. Çünki o da milyardlarla tonlar orada su var. Təsir eləmir ona. Təsir eləmir. Amma 500 litrdən az olsa, nəcis düşsə suya, dəyişsə məsələn, dadı, rəngi və ya iyi, o nəcis sayılır. 2 güllədən gedir söhbət. 2 güllə, hər bir güllə 250 litrdir təxminən. Deməli, burada Şeyx Rahimullah deyir ki, 235-ci hədisdə Həddəsənə İsmail 226-da vəfat edib, qala Həddəsənə Məlik, İbn Şihab, ən Ubeydillah İbn Abdillah, Ubeydillah İbn Abdillah hicrətinin 98-ci də vəfat edib, İbn Utbə, İbn Məsud, İbn Abbas, Meymunətə, Meymunə Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələrindən biri idi. Ənə Rasulullah sallallahu aleyhi ve sellem su'lə ən fərətin saqatat fi səmnin. Fəqalə əlquha və ma havləha fatra'uhu və kulu səmnəkum. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdular ki, Meymunə deyir zövcəsi, deyir, mən eşitdim, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdular ki, yağın içinə sıçan düşür. Onun hökmü nədir? Yağın içinə sıçan düşür. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, düşən yeri və ətrafını götürün və qalanı istifadə edin. Burada söhbət gedir, əgər quru halındadsa, bərk halındadsa. Lakin söhbət gedir, alimlər ixtilaf ediblər, birdən maye halındadır. Maye halında. Maye halında, əgər qarışıbsa görürsən, artıq hamısı atılmalıdır. Yox, əgər quru haldadsa, donmuş halda, o yeri fəqət kəsib atırsa, qalanın istifadə eləmək olar. Belə Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyir. Sonra 236-cı hədisdə deyir ki, Həddəsənə Ali ibn Abdullah, qalə Həddəsənə Ma'an, qalə Həddəsənə Malik, İbn Şihabin, Ubeydillah ibn Abdillah, ibn Utbə, ibn Məsudin, ibn Abbasin, Meymunətə, ənə Nəbi sallallahu aleyhi ve sellem su'lə ən farətin saqatat fi səmni, fəqalə xuduha və ma havləha və fatrahuhu. Qalə Ma'an, Həddəsənə Malik, mə lə uxsihi, yəqul, ibn Abbasin, Meymunə. Həmən hədisdə, həmən rivayətdir və burada cumhur alim bu hədisi götürərək ayrıblar. Donmuş halda, bərk halda və maye halında. Çünki mayədə ixtilafdır. İbn Abdülbar rahimehullah deyir ki, donmuş halda ittifaqdır. Donmuş halda ittifaqdır ki, o yeri götürürsən, başqa yerin istifadə eləmək olar. Amma maye halında ixtilafdır. Və cumhur alim, yəni çoxsu ki, əhli halda nəcis sayılır. Hamısını tullamaq lazımdır. Sonra burada həmən fəsildə 237-ci hədisdə deyir ki, Həddəsənə Əhməd İbn-i Muhammed, o hicrətin 238-ci də vəfat edib, qala Əxbarana Abdullah, yəni Abdullah ibn Mübarək hicrətin 181-ci ilində vəfat edib, qala Əxbarana Ma'mar hicrətin 135-ci ilində vəfat edib, Həmməm İbn-i Münebbih ən Əbi Hüreyrətə ənə Nəbi sallallahu aleyhi ve sellem qala kullu kelmin yukləmə el-muslim fi səbilillah təkunu yevməl qiyameti kəyətihi idə tu'inət təfəcəru dəmə el-lonu lonu dəm vəl-arfu arful misk. Burada sonra həmən fəsildə Şeyx Rahimullah başqa bir hədis gətirib. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah yolunda bir müsəlman əgər ölürsə, onun o qan çıxan yeri, yaraları qiyamət günü
necə var, hələ olacaq. Yəni qan, həmən qan olacaq, həmən rəng olacaq və iyi isə o qanın ətiri verəcək. Yəni bu orada göstərir ki, şəhidliyin fəziləti. Şəhidliyin fəziləti və şəhid, meydanda ölən şəhid yuyulmur. Yuyulmur. Sadəcə üzü zadı bağlanır, əli də bastırılır o paltarla. Çünki qiyamət günü kim necə ölüb, elə də qalxacaq. Şəhid qalxanda yaraları hələ təzədir, hələ qan axacaq, yəni artıq ehtiyac yoxdur da bu nəsə desin. Bədəninə baxıb görünəcək hər şey. Bu necə adamdır? Yəni şəhiddir. Burada şəhidliyin fəziləti var, həm də fərqlənir görürsən ki, qiyamət günü insanlardan fərqlənəcək. Təbii ki, burada söhbət gedir meydanda ölən. Sonra Şeyx Rahimullah 68-ci fəsildə buyurur ki, və əl-bəvli filmə iddəim. Axmayan, qalan suya bövl eləmək, yüngül bayra çıxmaq. Yəni, tutaq ki, sudur, axan yeri yoxdur. Giriş yeri yoxdur, axan dayanıb. Elə yerə bövl eləmək olar? Olmaz təbii ki. Olmaz. Məsələn, göldür bağlıdır. Nə su girir, nə çıxır. Elə yerə olmaz bövl eləmək. Ümumiyyətlə, hətta axan da o demək deyir ki, bövl. Fərqlidir. Bura qəti olmaz. Elə yerə qəti olmaz. Burada, deməli, 238-ci hədisdə şeyx buyurur ki, qalə Əbul Yəmən. Əbul Yəmən 222-də vəfat edib. Qalə əxbarana Şuayb. Şuayb 162-də vəfat edib. Qalə əxbarana Əbu Zinad. Əbu Zinad 130-da vəfat edib. Qalə Abdurrahman İbn Hurmuzəl A'rac. O da 117-də vəfat edib. Həddəsə və ənəhu səmiyə Əbə Hureytə ənəhu səmiyə Nəbi sallallahu aleyhi ve sellem yəqulu nəhnul əxərun əs-səbiqun. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, biz ümmətlərin içində axırıncı olsaq da, yəni zamanla, və lakin onlardan irəli olacaq, yəni savabla. Onlardan irəli olacaq, yəni savabla. Və bu fəsildə də Şeyx Rahimullah sonra gətirir ki, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, lə yəbullənə əhadukum filmə iddəim əllədi lə yəcri thumə yəxtasir fi. Deyir, heç yana giriş, çıxışı olmayan bir yerə bövl eləyib, sonra oradan çinmək olmaz. Oradan çinmək olmaz. Onu göstərir ki, axar suyla bağlı suyun arasında fərq. Aydın qardaşlar, burada dayanaq. Allah İmam Buxariyə rəhmət eləsin. Allah bizə işli faydalardan etsin. Esselamu aleykum və rəhmətullah.